Bir yalançı hər kəsi yalançı hesab edir. Çünki onun gerçəyi yoxdur. Bir oğru hər kəsin fürsət qovaladığını düşünür. Çünki oğrunun güvən anlayışı yoxdur. Bir şərəfsiz hər kəsi özü kimi şərəfsiz hesab edir. Çünki onun əxlaq və sədaqət anlayışı yoxdur. Bir acgöz hər kəsi doyumsuz hesab edir. Çünki o dünyanın keçici olduğunu deyə bilər, amma dərk etmir. Düzgün biri hər kəsi özü kimi bilir. Təmiz baxır, təmiz düşünür. Bəli, hər kəs öz içindəkini yansıdır. Pis olan pisi görəcək. Yaxşı olan yaxşını görəcək. Çünki kim içində nə ilə məşğuldursa, nəyi çoxaldıbsa, hər kəsi də onunla məşğul hesab edir. Ona görə də insan içində nəyi gizlədibsə, qarşısındakı adamı da onunla ittiham edəcək. Mövlana gözəl deyir. Bizi bilən bilir, bilməyən də özü kimi bilir.